D vitamini az olan insanların daha tez qocaldığını bilirdinizmi? Bəli, düz eşitdiniz. D vitamini təkcə sümük və əzələ sağlamlığı üçün yox, insanın gənc qalmağı üçün də vacib hormondur. D vitamini bədənimizdə minlərlə genin fəaliyyətinə təsir göstərir. Bu vitamin bədənimizə çatışmayan zaman hüceyrələrimiz qocalır, bədənimizdəki kollagen azalmağa başlayır, dərimiz qırışır və saçlarımız tökülməyə başlayır. Hətta elmi araşdırmalar da göstərir ki, bədənində D vitamini az olan insanlarda hüceyrələrin ömrü qısa olur. Bu da ki, sizin gec qocalmağınıza səbəb olur. Günəşdən uzaq duran, ofis şəraitində çox vaxt keçirən və çoxlu miqdarda günəş kremi istifadə edən şəxslərdə D vitamini azlığına rast gəlinir. Əgər siz də bədəninizdə D vitamini azlığından şübhələnirsinizsə, yəni sümük və əzələ ağrıları, halsızlıq, yorğunluq və saç tökülməsi problemi yaşayırsınızsa, deməli sizdə D vitamini azdır. Bu zaman siz həkimə getmədən Murtizan D3 10.000 vahid tabletlərini həftədə bir dəfə səhər yeməklərindən sonra qəbul edə bilərsiniz. Bildirim ki, bu profilaktik dozadır. Yəni həftədə bir dəfə qəbul etdiyiniz bir tablet gündəlik olaraq 1400 vahid eləyir. Bu da ki, sizin gündəlik olaraq D vitamini olan tələbatınızı ödəyir. Və təsəvvür edin ki, bu bir qutu bir ailədə 4 böyük şəxsin 2 ay boyunca D vitamini olan tələbatını ödəyir. Profilaktik dozadan danışdıq, keçək müalicəvi dozaya. Əgər siz D vitamini azlığından şübhələnirsinizsə və analiz vermisinizsə, nəticə 30 nanoqramdan aşağıdırsa, deməli sizdə D vitamini defisiti var. Bu zaman siz Murtizan D3 10.000 vahid tabletlərini həftədə 2-3 dəfə qəbul edə bilərsiniz. Bunu da ki, həkimlə məsləhətləşsəniz yaxşı olar. İngiltərə istehsalı olan Murtizan D3 10.000 vahid tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.